Kərbəlayı, bu günləri sənə Heydər Əliyev Parkı ilə üzbəyüz Bravo Marketin, bax gözəl qardaşım, bura Bravo Marketdir. Bravo Marketin düz üstündə sənə 56 kvadrat heç neçə sənə bir ev təqdim edirəm, 2 otaq. Keçə evimizlə tanış olaq. Hə, gəldik evimizə. Deməli məsələmiz nədir? Məsələmiz budur ki, Kərbəlayı, siz güzgüdən çəkirdim hətta. Məsələmiz budur ki, Abşeron City'də belə bir variant qeyri-mümkündür. 56 kvadrat, 2 otaq, qardaşım və bu qiymətə. Bu bizim birinci otağımızı Kərbəlayı. Bir də oranın zəhmət olmasa götürür tam şəkildə. Balkonu, çıxışı falan hamısı yerli yerində. Kuxna mebeli, qazı, suyu, işığı, kombisi, kondisioneri, nə bilim, şkafı falan hamısı yerli yerində qalır. Gəlirsən indi qardaşın sənə növbəti bir dənə də yataq otağını göstərir. Burada da belə bir yataq otağı var. Qardaşım 56 kvadratdır. Abşeron City'də Xırdalanın gözü bəbəyində sənə belə bir ev çıxır satışa. Özə qiymət isə möhtəşəmdir. Və buradan da balkona çıxışımız var. Balkona çıxışımız yerli yerindədir. Gəl sənə bir də hamam sanuzeldə göstərim Kərbəlayı. Lampiska partladı elə yandıranda, xeyirli olsun. Elə belə şeylərimiz, belə söz var idi, çıxacaq elə bu ilə çıxsın. Problem yoxdur. Deməli gözəl qardaşım 56 kvadrat Abşeron City'də girən kimi Bravo Marketin üstündə. Bax bunu mən sənə deyirəm. Bravo Marketin üstündə olan binada gözəl qardaşım 56 kvadrat 87 min manata satışa çıxır. Bundan gözəl bir şey yoxdur. Heydər Parkının düz qabağındasan. Heydər Əliyev prospektinin üstündə. Allah alana da, satana da xeyir versin və bunu axtarırdın. Bu da sənin üçün satışa çıxdı. Diqqətiniz üçün təşəkkürlər.